Salam uşaqlar. Bugün mənim sizə izah edəcəyim mövzu okean sularının fiziki və kimyəvi xassələri olacaq. Görək okean suları hansı xüsusiyyətlərinə görə, hansı xassələrinə görə bir-birindən fərqlənir. Ümumiyyətcə suyun fiziki kimyəvi xassəsi deyəndə ilk öncə onun suyunun temperaturu, duzluluğu, səs dalğalarının suda yayılma sürəti, suyun sıxlığı olsun, şəffaflığı olsun, bu xüsusiyyətlər nəzərdə tutulur. Və okean suyunun temperaturundan danışsaq, okean suyunun temperaturunun dəyişməsi birbaşa coğrafi enliklərdən asılı olaraq dəyişir. Bundan əlavə, temperaturun dəyişməsinə əraziyə daxil olan okean cərəyanları da öz təsirini göstərir. Okean suları özləri temperaturuna görə, belə desək, bir neçə hissəyə bölünür. Yəni, hansı ki 200 metr dərinlik var, o 200 metrə qədər olan dərinlik yaxşı işıqlanma zonası adlanır ki, həmin o işıqlanma zonasında gün şüası çox düşür və su fəsildən asılı olaraq temperaturu dəyişir. Yəni, fəsillərdən, sutkadan asılı olaraq o temperatur dəyişə bilir. Hansı ki 200 metr dərinliyə qədər və bol günəş şüası aldığına görə də həmin hissədə okeanın bioloji ehtiyatı zəngin olur. 200 metrdən 1000 metr arası natamam işıqlanma zonası adlanır ki, burada temperatur müsbət 3, müsbət dərəcə Selsi olmaqla dəyişmir. Yəni, müsbət 3, müsbət dərəcəyə qədər temperatur düşə bilir. Bundan sonra isə 1000 metrdən okean dibinə qədər olan zona isə zülmət qaranlığı adlanır ki, və orada da artıq temperatur demək olar ki, tamamilə aşağı olur və dəyişməz halda qalır. Keçdik növbəti okeanlara. Okeanlara gəldikdə isə biz burada hansı ki 4 okeanın, biz bildiyimiz kimi 5 okean var. Yəni, son dərsliklərin məlumatına əsasən biz 5 okean olduğunu bilirik. Sakit Hind, Atlantik, Şimal Buzlu və Cənub okeanı. Hələ ki, burada biz bu 4 okean haqqında məlumat verəcəyik. Deməli, uşaqlar, Sakit okean bilirsiniz ki, sayısına görə ən böyük okeandır, temperaturuna görə ən isti okean hesab olunur və ekvatorial tropik enliklərdə böyük bir sahə tutduğuna görə oranın temperaturu 19 dərəcədir. Sakit okeanın şimal hissəsi ilə cənub hissəsinin temperaturunda fərq var. Bunun da səbəbi odur ki, şimal hissəsi ona görə istidir ki, şimal buzlu okeanla əlaqə çox zəifdir. İkinci okean Hind okeanıdır ki, temperaturuna görə ikincidir. Orta temperaturu 17 dərəcədir və ekvator xətti kəsir Hind okeanı 3 yarım kürədə yerləşir. Bu arada Sakit okean 4 yarım kürədə yerləşirdi. Hind okeanı 3 yarım kürədə yerləşir, ekvator kəsir və böyük bir hissəsi ekvatordan cənubda qalır. Yenə də tropik və ekvatorial enliklərdə geniş sahə tutur. Atlantik okeanı isə 4 yarım kürədə yerləşir. Temperaturuna görə 3-cü yerdədir. Hansı ki, orta temperatur 16,5 dərəcədir. Ekvatorial tropik enliklərdə ensiz olduğuna görə az qızır. Və Atlantik okeanı uzunsuv olduğu üçün həmin enliklərdə okean sularının temperaturu aşağıdır. Növbəti Şimal Buzlu okeandır ki, ən soyuq okeanımız hesab olunur ki, temperaturu 0,9 dərəcədir. Orta temperaturu Şimal Buzlu okeanın üzərində soyuq iqlimin yaranmasının səbəbi okeanın qütb ətrafı mövqeyi ilə izah olunur və Şimal Buzlu okeanı dərinə qədər, yəni dibinə qədər donmur. Bunun da səbəbi böyük istilik tutumunun olması və daimi su kütləsinin şaquli yer dəyişməsidir. Dünya okeanda suyun temperaturunun tropik enliklərlə ekvatora nisbətən yüksək olmasının əsas səbəbi tropiklərdə buludluğun az olması, ekvatorda isə çox olmasıdır. Gəldik növbəti okean suyunun fiziki kimyəvi xüsusiyyətlərindən duzluluğa. Duzluluq bilirsiniz ki, suyun tərkibindəki həll oluna biləcək duzun miqdarını müəyyən edir. Hansı ki, məsəl üçün deyir ki, 1 litr suda nə qədər duz həll ola bilər. Və bu duzluluq nədən asılı olaraq formalaşır, nədən asılı olaraq aşağı və ya yüksək ola bilir. Duzluluq dünya okeanında buxarlanma və yanıtın nisbətindən asılı olaraq qeyri-bərabər paylanmışdır və bu da enliklər üzrə özünü göstərir. Dünya okeanının orta duzluğu 35 promil hesab olunur və bu rəqəm 2 metr dərinlikdə də belə yəni dəyişilməz olaraq qalır. Promil də suyun 1/1000 hissəsi deməkdir.
Yəni 1 litr suda 35 qram, orta promil 35 isə 1 litr suda 35 qram və ya 1 ton suda 35 kiloqram duz var deməkdir. Ekvatorial enliklərdə duzluğun az olma səbəbi, yəni temperaturdan asılı olaraq bayaq dedik, buludluq çox olduğuna görə həmin ərazidə yağıntı çox düşür və nəticədə duzluq azalır. Tropik və subtropik enliklərdə isə suyun çox olmasının səbəbi buludluğun az olması, yağıntının az düşməsidir. Və okean suları da yalnızca qalsın duzlu olduğuna görə -2 dərəcədə dona bilir. Atlantik okeanda ekvatorial enliklərin qərb və şərq hissələrində duzluğun mərkəzi hissəyə nisbətən az olmasının səbəbi var. Yəni ki, Atlantik okeanın mərkəzi hissəsində duzluq çoxdur, amma onun kənarlarında, sahillərində, şərq və qərb sahillərində isə duzluq azdır. Bunun səbəbi isə həmin okeanın şərq və qərb sahillərinə bol sulu olan şirin sulu, yəni zaten çaylar hamısı şirin suludur. Bol sulu olan çayların çox tökülməsidir və çaylar da həmin hissədə duzluğu nisbətən azaldır. Sonra Sakit okeanda suyun duzluğunun Atlantik və Hind okeanının az olmasının səbəbi də bayaq dedik ki, Sakit okeanın ekvatorial ərazilərində yağıntının çox düşməsidir. Və okeanın səth sularında duzluğun müxtəlif coğrafi ənliklərdən fərqli olmasının 3 əsas səbəbini bayaq saydıq. İndi bunu da ümumiləşdirilmiş şəkildə deyəcəyik. Yağıntı ilə buxarlanmanın nisbətini dedik, çayların gətirdiyi suların miqdarı dedik və üçüncü isə okean cərəyanlarının təsiridir ki, hansı ki, okean cərəyanları, birazdan izah edəcəm bunu sizə, əraziyə daxil olarkən temperaturundan asılı olaraq duzluğu azaldır və artırır. Çünki isti cərəyan yağıntı gətirir, soyuq cərəyan isə heç bir yağıntı gətirmir, quraq hava yaradır. Və ən böyük körfəzlərdən olan Benqal körfəzi var ki, əslində o duzlu olmalıdır, amma onun duzluğu azdır. Bunun da səbəbi Hindistan ərazisindəki Qanq və Brahmaputra kimi bol sulu çayların ora tökülməsidir. Sonra duzluluğun dəyişməsi dediyimiz kimi enlikdən asılı olaraq dəyişir. Yəni ekvatorial ərazidən tutmuş qütblərə qədər duzluq azalır. Hansı ki, qütblərə yaxın olan dənizlər və körfəzlərdə temperatur və duzluq aşağı olur. Məsəl üçün Rostur, Uedaldır, Belinsazondur, Amundsendir, Şərqi Sibirdir, Oxotdur, Botnikdir, Alyaskadır, Findir və s. Bunlarda duzluq azdır. Tropiklərə yaxın olanlarda isə, məsəl üçün Qırmızı dəniz olsun, Karpentariya olsun, İran olsun, Meksika olsun, Qara, Azov, bunlarda isə duzluq müəyyən qədər var və çoxdur. Hansı ki, mən burada adlarını çəkdiyim, birinci o Karpentariya, Benqal, Ədən, Ərəbistan, İran, Meksika, Qırmızı dəniz, bunlarda həddindən artıq duzluq çoxdur. Amma digər Mərmərədir, Qaradır, Azovdur, bunlarda isə tədricən azalır. Gördüyünüz kimi, enlikdən asılı olaraq azalmağa doğru gedir. Və ən duzlu dediyimiz kimi dəniz də, dünya okeanında ən çox duzluğu olan dəniz də Qırmızı dənizdir ki, onun da promili 42 promildir. Xəzər dənizinin isə şimalında 12, cənubunda isə 13 promil hesab olunur. Və biz bir də okeanlarda eyni duzluğa malik olan nöqtələri birləşdirən əyri xətlər keçmişdik ki, bunun lap əvvəldən demişik ki, izoqalinlər adlanır. Sonra okean suyunun şəffaflığı var ki, okean suyunun şəffaflığı nədir? Hansı ki, diametri 30 cm olan gümüşü rəngli lövhəni okean suyunun üzərinə tutursan və göründüyü məsafəyə əsasən təyin edilir. Və bu şəffaflıq da əsasən tropik və subtropik enliklərdə daha yüksəkdir. Sonra böyük coğrafi kəşflər dövründə okeanların dərinliyini ölçmək üçün LOT adlanan cihazdan istifadə edirdilər. Bu da hansı ki, belə deyək ki, ucuna daş bağlanılıb, ucuna daş bağlanmış kəndirlərdən istifadə olunurdu. Sonradan isə artıq exolot deyilən cihazdan istifadə olundu. Exolot da bilirsiniz ki, okean üzərində olan gəmidən göndərilmiş səs siqnalını əsasən müəyyən edir ki, exolotdan göndərilən səs siqnalı bir saniyədə 1500 metr məsafə qət edir. Eyni dərinliyə malik olan nöqtələri birləşdirən xətlər isə izobatlar adlanır. Okeanların dərinliyini ölçən cihazlar var ki, hansı ki, avtomatik idarə olunan cihazlar batiskav adlanır. Gəmidən idarə olunanlar isə batisfer adlanır. Burada məsələlər var. Bu məsələyə əsasən müəyyən edəcəyik. Məsələləri mən burada sizin üçün qeyd edeyim. Məsəl üçün burada çalışma 1 var ki, çalışma 1'ə baxaq. Deyir ki, gözləyim mən bunu bölüm 2 hissəyə.
Buradakı çalışmaya nəzər yetirək. Deyir ki, okean dərinliyi Okean dərinliyi 3000 metrsə, exolotdan göndərilən səs dalğası hansı müddətdən sonra geriyə qayıdır? Gəlin, mən sizin üçün belə bir okean səviyyəsini çəkim. Bura okean deyək. Bu isə okeanın dibidir. Dib hissəsidir. Və bizə deyir ki, okeanın dərinliyi, yəni səthindən onun dibinə qədər məsafə 3000 metrdir. 3000 metrdir. Və exolotdan göndərilən səs dalğası hansı müddətdən sonra geri qayıdır? Baxın uşaqlar, bu gördüyümüz hissə var ha. Bax bu hissə qırmızı ilə göstərirəm, baxın buna. Bax bu hissə okeanın dibinə enən hissədir. Bu hissə isə okeanın dibindən üstünə, yəni səthinə, okean səthinə doğru qalxan hissədir. Və biz bilirik ki, gəmidən göndərilən səs siqnalı okeanın dibinə nə qədər müddətə gedibsə, o qədər müddətdə də geri qayıtmalıdır. İndi biz baxaq görək, okeanın dibinə neçə saniyəyə gedibdir? Bunu tapmaq üçün mən qaydanı bilməliyəm ki, 1 saniyədə 1500 metr məsafə qət edilir. Bəs 3000 metr məsafəni neçə saniyəyə gedər? Bu da eləyəcək 2 saniyə. Deməli, 2 saniyəyə okeanın dibinə gedib. Və yerdə qalan məsafəni geri qayıtmaq üçün, yəni əgər o bu gəmidən, hansı ki bu gəmidən göndərilmiş səs siqnalı 3000 metr məsafə qət eləyibsə, geri qayıdarkən də 3000 məsafə qət eləyəcək. Yəni 2 saniyəyə gəlibsə, 2 saniyəyə də geri qayıtmalıdır. Bunu da bu cür eləyirik. 2-ni vururuq 2-yə, eləyir 4 saniyə. Deməli, exolotdan göndərilən səs dalğası exolotun özünə qayıtması üçün 4 saniyə zaman sərf edir. Bu belə. Növbəti məsələyə baxaq. Növbəti